Dostlar, bir maşında gətiriblər. BMW E60 qozadır. Xodlanmır, işə düşmür. Evakuatorla düşürtdük. Sizə göstərdim. Necə xodlanmır. Belə deyək, zamok açırsan, start yoxdur. Yəni heç nə yoxdur, o belə deyək. İndi diaqnostik eləyib, dəqiqləşdirib problemin nədən olduğunu düzəldib sizə göstərəcəm. Dostlar, diaqnostiklə dəqiqləşdirdim ki, problem starterdədir. Gördüyünüz kimi sökmüşəm, hava kollektorini. Starterdə bilməm, görə bilirsiniz, yoxsa yox. İndi onu sökməkdən ötürü də hardasa bir yarım saatlıqda işim var. Kollektorin özüdür və müəyyən provadalardır, naqillərdir. Onları sökəcəm. Sonra starterin özündə də açanda nəyində problem var, onu da göstərib sizə sonda göstərəcəm. Starteri çıxartdım və starterin özünü söktüm. Problemin nədən olduğunu sizə indi göstərəcəm. Birinci növbədə problem kömürdədir, kömür yeyilib. Bilmirəm, buradan görə bilirsiniz, yəqin ki, görə bilirsiniz. Və bu kömürün biri yeyilib, yoxdur, deməli yoxdur. Bu iki kömür ortadır, normaldır. Bu isə, bu da zəifdir. Bu kömür də demək olar ki, xarab olub. İndi bu kömürü ya təzə kömür tapsam əvəzləyəcəm, olmasa isə üstdən çıxmayla ya digər starterin kömürünü buna bedirqə edəcəm. Ən pis momentdə. Bir də ikinci problem isə yakırda. Yəni bunlarda kömürdə problem olanda yakıra da zədə eləyir. Amma bunun yakırı yaxşı qutarıb. Yəni bunu düzəltmək olar, şkulkuyla edəcəm. Bəzi yerlər əriyib. Onlar da bəzi yerlər əriyib. Onları da düzəldib üstünə qoyacam. Belə dostlar. Öz yakırı, bir də əvəzləyəcəyim təzə kömür. Yığdım, hazırdır. Yoxladım, işləyir. Bağlayacam üstünə. Starter qoydum üstünə. İndi yığmışam, kollektor qoymuşam, amma tam bağlamamışam ki, yoxlayayım, əmin olum. Amma yerdə yoxladım, normal işləyir. Amma bir dənə də yoxlamaq lazımdır. Arxayın olmaqdan ötürü. Hal-hazırda yoxlaya bilmədim, çünki akkumulyator da zəifdir. İndi pirmitsk eləyib, zərətkə verib yoxlayacam. Hal-hazırda pirmitsk eləmişəm. Akkumulyator zərətkə yıxsın, xodlayacam. Bir də onu qeyd edim ki, sürücülər, sizdən xahiş edirəm. Usta yanına gələndə akkumulyatorunuzun saz vəziyyətdə olsun. Ya yeni akkumulyator alın, ya yeni eləyin, saz vəziyyətdə olsun. Çünki biz çox əziyyət çəkirik. Bizə problem yaradır. Əlavə işlər yaradır, əlavə problemlər yaradır. Düşünürəm ki, zərətkə yığdı. Bir də starteri yoxlayaq görək, işləyir yoxsa yox. Hələ yoxlamamışam. Samı qaçdıq. Torumuzu basdıq. Buradan start var. Əsas odur, startın səsi var, gəlir, normal işləyir. Yəqin ki, biraz da zərətkə yığmalıdır. Bir də sistemdə olan benzin dolmalıdır, təmiz. Nasos vurmalıdır, çünki onun şlangını çıxartmışdım. Bir dənə də yoxlayayım. Belə dostlar, gördüyünüz kimi starter vurur. İndi bəzi şeylərin yığacam üstünə təmiz. Xodlanacaq maşın. Təmiz yığdım üstünə. İndi düşünürəm ki, xodlanacaq. Əsas odur, starter var. Dostlar, hazırdır. Maşında işləyir. Normal. Belə. Kimin sualı olsa şərh bölməsinə yazar, cavablandıram. Sağ olun dostlar.